Salam dəyərli izləyicilər, bugün mən feilin zamanlarından nəqli keçmiş zaman haqqında məlumat verəcəyim. Yəni, nəqli keçmiş zamanın hissəcikdən fərqləndirilməsi, feil-i sifətin şəkilçisindən fərqləndirilməsi və bəzi hallarda da isimlə qarışdırılır ki, isimdən fərqləndirilməsini aydınlaşdıracağım. Yəni, bu videodan sonra artıq nəqli keçmiş zaman şəkilçilərini rahatlıqla tapa biləcəksiniz. Eyni zamanda ıb şəkilçisi feili bağlama ilə bəzən qarışdırılır ki, çalışacağam ki, bu video vasitəsilə də həmin məsələlərə aydınlıq gətirən və nəqli keçmiş zaman şəkilçisini, nəqli keçmiş zamanı rahatlıqla müəyyən eləyəsiniz. Dərsimizin izahına keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Eyni zamanda bizimlə hazırlaşmaq istəyən müəllimlər ekranda göstərilən nömrəyə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərlər. Hazırda dərs və sınaq qruplarına qeydiyyat başlayıbdır və sentyabr ayından başlayaraq artıq biz sertifikasiya proqramına başlayırıq. Yəni 2027-ci ildə ibtidai sinif müəllimləri sertifikasiya imtahanı verəcəklər. Həmin imtahana hazırlaşmaq istəyənlər sentyabr ayından başlayaraq bizimlə həmin imtahana yüksək səviyyədə hazırlaşa bilərlər. İndi isə başlayaq izaha. Keçmiş zamanda nəqli keçmiş zamandan danışacağıq. Nəqli keçmiş zaman hərəkətin keçmişdə icra olunduğunun nəqli yolu ilə çatdırılması sayılır nəqli keçmiş zaman. Nəqli keçmiş zamanla şühudi keçmiş zaman. Bilirik ki, keçmiş zamanın iki forması var. Nəqli keçmiş zaman və şühudi keçmiş zaman. Nəqli keçmiş zamanla şühudi keçmiş zamanın məzmun fərqi var. Şühudi keçmiş zamanda şahidlik eləyirsən hadisəyə. Məsələn, deyirsən ki, o bura gəldi. Sanki onu görmüş kimi formada çatdırırsan. Yəni, gəl sözün köküdür, di də orada şühudi keçmiş zamanda. Amma nəqli keçmiş zamanda deyirsən ki, o bura gəlmişdi. Bəlkə də heç görməmsən, görən birindən eşitmirsən və o bura gəlmişdi deyirsən. Yəni, miş də orada nəqli keçmiş zaman şəkilçisidir. Nəqli keçmiş zamanın iki şəkilçisi var. Biri mış şəkilçisidir. Mış üstü 4. Yəni mış, miş, muş, müş. Biri də ıb üstü 4-dür. Yəni ıb, ib, ub, üb. Daha çox hallarda mış şəkilçisindən istifadə olunur. Müəyyən hallarda isə ıb şəkilçisindən də istifadə olunur. Bir şey yaddan çıxarmayın ki, nəqli keçmiş zamanın şəkilçisi birbaşa kökə artırılır və yaxud da kökə başlanğıc formaya artırılır. Bu dediyimi mütləq şəkildə qeyd dəftərinizə qeyd eləyin. Əgər zaman şəkilçisini tapmaq istəyiriksə, biz fikir verməliyik kökə artırılan birbaşa şəkilçiyə və eyni zamanda başlanğıc formaya artırılan birbaşa şəkilçiyə. Həmçinin qeyd eləyə bilərsiniz ki, bir sözdə iki zaman şəkilçisi ola bilməz. Əgər bir sözdə iki zamana bənzəyən şəkilçi varsa, onlardan biri zaman, digəri hissəcik ola bilər. Eyni zamanda qeyd eləyə bilərsiniz ki, əgər sözdə zaman şəkilçisi varsa, vurğu həmin zaman şəkilçisinin üzərində olur. Təbii ki, vurğu ilə bağlı ola bilər ki, müəyyən qədər probleminiz var, amma yadınızda qalsın ki, zaman şəkilçisi sözdə varsa, vurğu həmin saitin üzərində, yəni zaman şəkilçisinin tərkibində iştirak edən saitin üzərində olur. Eyni zamanda zaman şəkilçiləri qrammatik şəkilçilərdir. Bax, bu dediklərimi mütləq şəkildə qeyd dəftərinizə qeyd eləyin. Bir sözdə əgər mış, həmçinin d hər ikisi varsa, mən birinci gələni əsas götürməliyəm. Gəlin baxaq, sözün kökü oxudu. Y bitişdirici samitdə bilirsiniz ki, söz saitlə bitirsə, şəkilçi də saitlə başlayırsa, onları birləşdirən vasitə kimi y bitişdiricisindən istifadə olunur. Bitişdirici samitlərlə bağlı kanalımızda video yerləşdiriləcək. Ur nə olacaq? Bilirsiniz ki, feillərdə şəkilçinin leksik və qrammatik olduğunu bilmək istəyiriksə, maq şəkilçisindən istifadə eləyirdik. Yəni, maq-mək artıra bildiyimiz leksikdir, artıra bilmədiyimiz isə qrammatik olurdu. İndi biz iddia eləyiriksə ki, feilin zamanlarının şəkilçiləri qrammatikdir, o zaman maq-mək şəkilçisini artırmaq olmayacaq. Oxuyurmuşmaq olmadı, oxuyurmaq olmadı, sözün demək, ur hissəsi olur qrammatik şəkilçi, muş da qrammatik şəkilçi. İndi mən bilmək istəyirəm ki, burada olan ur şəkilçisi indiki zamanı şəkilçisi ola bilər. Muş da nəqli keçmiş zamanı şəkilçisinə oxşuyur. Bəs yaxşı, bir sözdə iki zaman ola bilməzsə, olmamalıdırsa, bəs yaxşı, mən burada hansı zamanda götürməliyəm? Yəni, bu sözü hansı zamanda olan söz kimi götürməliyəm? Bu zaman sözə artırılan, qeyd etdik ki, zaman şəkilçisini tapmaq istəyiriksə, biz baxmalıyıq kökə artırılan birbaşa şəkilçiyə və yaxud da başlanğıc formaya artırılan birbaşa şəkilçiyə. Burada
kökə artırılan birbaşa şəkilçisi urdur. Ur hansı zamanın şəkilçisidir? İndiki. Deməli, söz indiki zamandadır. Bəs yaxşı, burada muş nədir? Mən oxuyurmuş deyəndə hadisənin keçmişdə olduğunu düşünürəm. Sanki nəql yolu ilə çatdırmış oluram. Yaxşı, burada muş nədir? Birinci gələn, əgər zamana bənzər iki şəkilçisi varsa, birinci gələn zaman şəkilçisi olur. İkinci gələn muş isə imiş hissəciyinin qısaldılmış formasıdır. Bilirsiniz ki, imiş hissəciyi qısaldılmış formada isaitini itirir və mış formasında mış, miş, muş, muş, mış, miş, muş, müş formasında sözə qoşulur. Deməli, birinci gələn zaman şəkilçisidir, ikinci gələn isə hissəcikdir. Bu demək deyil ki, harda mış gördüm, onu nəqli keçmiş zaman götürməliyəm. Bizim problem yaradacaq şəkilçilərimiz var. Gəlin həmin şəkilçiləri, daha doğrusu hissəcik və şəkilçiləri qeyd eləyək. Hissəciklərimiz hansılardır? İdi, bunun qısaldılmış forması didi. Daha sonra var imiş, var isə. Baxın, nəqli keçmiş zaman imişlə qarışdırılır. Və biz burada əgər nəqli keçmiş zamandan danışırıqsa, demək ki, şuhudiyə toxunmayacağıq, daha çox toxunacağıq imiş, yəni nəqli keçmiş zaman şəkilçisində. Yəni imişin qısaldılmış forması olan miş hissəsinə toxunacağıq. Gəlin baxaq. Burada da ilk baxışdan ır görürük, mış görürük və d görürük. Yaxşı, bu söz hansı zamandadır? Əgər bunu indiki zamanda götürürsünüzsə, yəni kökə birbaşa artırılan şəkilçinin ir olduğunu düşünürsünüzsə, yenə də yanlışlıq edirsiniz. Nəyə görə? Çünki çağla çağır arasında yaxınlıq yoxdur. Demək ki, sözün kökü çağırdır. Ir şəkilçisi kökün şəkilçisi yox, ir hissəsi kökün tərkibinə girdi. Demək ki, indiki zaman sıradan çıxdı. Mış qrammatikdir, d da qrammatikdir. Hardan bilirəm? Təbii ki, maq şəkilçisini artırmaqla. Çağırmışmaq olmadı. Demək ki, qrammatikdir. Yaxşı, burada mış da var, yəni nəqli keçmiş zaman da var, d da var. İndi bunların hansı hissəcikdir? Qeyd etdik ki, birbaşa kökü artırılan zamandır. Demək, bu söz nəqli keçmiş zamandadır. Nəqli keçmiş zaman. Bəs burada d nədir? D isə idinin qısaldılmış formasıdır, yəni hissəcikdir. Yəni, bizi bu formada da çaşdıra bilərlər ki, bəzən sözdə üç şəkilçisini görüb çaşa bilərsiniz. Yəni, bu sözü nəqli keçmiş zamanda yox, indikidə hesab edə bilərsiniz. Bunun üçün sizin köməyinizə söz yaradıcılığı çatacaq. Yəni, söz yaradıcılığını normal şəkildə mənimsəyən şəxs, mənimsəyən şagird, mənimsəyən abituriyent, mənimsəyən müəllim, o zaman burada çaşmayacaq. Yəni, ırı kökün tərkibinə daxil eləyəcək və beləliklə də ır şəkilçisi, zaman şəkilçisi olmayacaq. Və kökə birbaşa artırılan şəkilçisi burada olacaqmış və o da olacaq nəqli keçmiş zamanda. Bəzən bizi belə də çaşdıra bilərlər. Bəzən nəqli keçmiş zamanın şısı ixtisar olunur. Yəni, mışda olan o şı ixtisar olunur, düşə bilər. Məsələn, istəmisən formasında. Sözün kökü istədi. Bu söz əslində olmalıdır. İstəmişsən. Yəni, şı ixtisara düşübdür. Mi burada nəqli keçmiş zamanın şəkilçisidir. Nəqli. Səndə şəxs onluğudur. Yaxşı, mən burada mini zaman şəkilçisi götürə bilərəmmi? Bəli, götürə bilərsən. Yəni, şəkilçidə hər hansı bir saitin və ya samitin düşməsi şəkilçinin olmaması demək deyil. Demək ki, burada mi nəqli keçmiş zamanın şəkilçisidir. Gəlin başqa bir nümunə qeyd eləyək. Məsələn, deyirmiş. Düzdürmü? Sözün kökü dedi, y bitişdiricidir, ir zaman şəkilçisidir, birbaşa sözə kökə artırılıbdır və miş də imiş hissəciyidir, imiş. Yəni, bu söz nəqli keçmiş zamanda deyil. Çünki kökə birinci artırılan irdir. Ir də burada zaman şəkilçisidir. Təbii ki, ir şəkilçisi həm leksik, həm də qrammatik ola bilər. Əgər mən ona maqmək şəkilçisi artıra bilirəmsə. Məsələn, demək, deyirmək olmadı ki, deyirmək olmadığına görə ir orada qrammatik şəkilçisidir. Bir də qeyd eləyirəm ki, itirmiş. Burada ir var, miş var. İndi burada iki dənə indiki zaman deyək var, digər tərəfdən miş var, yəni nəqli keçmiş zaman var. Necə düşünə bilərik? Yəni, bu formada mı düşünək? Xeyr. Sözün kökü itdir.
Sözə əgər 2 dənə ir şəkilçisi artırılıbsa, birincisi leksikdir. Hardan bilirəm? Magmək şəkilçisini artırmaqla. İtirmək, itirirmək olmadı ki, demək ki, ir burada qrammatikdir. Və sözün başlanğıc forması itir hissəsidir. Demək ki, ir başlanğıc formaya artırılıb. Nədir? İndiki zaman şəkilçisidir. Və kökə və ya birbaşa başlanğıc formaya artırılan nə olurdu? Zaman şəkilçisi. İmiş nədir? Artıq burada nəqli keçmiş zaman yox, imiş hissəciyidir. Yəni miş burada imiş hissəciyidir. İmiş yox, yəni miş burada imiş hissəciyidir. Gəlin lövhəni təmizləyək və görək nəqli keçmiş zamanı başqa hansı şəkilçi ilə və yaxud da hansı sözlə qarışdıra bilərik. İndi gəlin bunlara diqqət yetirək. Bir də biz nəqli keçmiş zaman şəkilçisini nə ilə qarışdıra bilərik? Təbii ki, fe'li sifətin şəkilçisi ilə. Fe'li sifətin şəkilçisi də miş var. Həmin o mişlə nəqli keçmiş zamanın şəkilçisi necə fərqləndirilməlidir? Əgər sözdə mış-miş varsa, yəni mış-miş şəkilçisi varsa və həmin söz hansı sualına cavab verirsə, demək ki, o söz fe'li sifətdir. Gəlin nümunə göstərək. Söz deyilmişdir. Bir də qeyd edirəm ki, söz deyirmiş. Birini də qeyd eləyək, deyilmiş söz. İndi gəlin baxaq. Söz deyilmişdir. Təbii ki, bizim deyilmişdir söz hissələri ilə işimiz var. Sözün kökü dedi, y bitişdiricidir. Deyilmək olur, bəli. Miş zaman şəkilçisidir. Nəqli keçmiş zaman. Nəqli. Dirdə qrammatik. Burada birbaşa kökə artırılan şəkilçi nəqli keçmiş zamanın şəkilçisidir. Söz deyilmişdir. Düzdürmü? Demək ki, burada nəqli keçmiş zamandır. Söz deyirmiş. Sözün kökü dedi, y bitişdiricidir və ir burada indiki zamanın şəkilçisidir. Miş də imiş hissəciyidir. Bu heç. Bunu bir-birinə fərqləndirə bilirsiniz. Bir də deyilmiş söz. Burada deyilmiş söz. Hansı söz? Hansı sualına cavab verirsə, demək ki, burada deyilmiş sözü fe'li sifətdir. Fe'li sifət. Və yaxud da başqa, indi burada söz deyilmişdir, nə edilmişdir və yaxud da hansı sualını verə bilmirəm ki, söz deyilmişdir, hansı? Sözə sualı verməyin. Sualı deyilmişdir hissəsinə verin. Bəzən də isim yaradan mış şəkilçisi ilə demək, həmin o imiş, daha doğrusu miş nəqli keçmiş zaman şəkilçisini qarışdıra bilərsiniz. Məsələn, qeyd edirəm ki, keçmiş unudulmur. Sözün kökü keçməkdir, miş də leksikdir. Keçmiş unudulmur, nə unudulmur, düzdürmü? Nə sualına cavab verir? Demək ki, isimdir. Və eyni zamanda əgər bunu siz nəqli keçmiş zamanla qarışdırarsınızsa, o zaman inkarda işlətməyə çalışın. İsim inkarda işlənməyəcək və fe'l yalnız inkarda işlənir. Keçməmiş unudulmur. Yəni, deyə bilərsinizsə, keçməmiş unudulmur. Bu tipli söz ola bilər, amma keçmiş unudulmur, keçməmiş unudulmur. Keçmiş, keçməmiş ola bilməz axı. Yəni, keçməmiş zaman. Keçmiş zaman, keçməmiş zaman olmur axı. Demək ki, keçmiş unudulmur, nə unudulmur və inkarda da işlənmir. İnkarda işlənmədiyinə görə, demək ki, burada olur isim. Və nə sualına cavab verdiyinə görə biz bu sözü isim hesab edirik. Və bəzən də fe'li bağlamanın şəkilçisi miş var. Təbii ki, bu kitablarda verilməyibdir. Elmi qrammatikalarda var və yaxud da əvvəlki kitablarda, əvvəlki qrammatika kitablarında miş fe'li bağlamanın şəkilçisi kimi verilirdi. Əgər biz mişi digər şəkilçilərdən fərqləndiririksə, düşünürəm ki, elə fe'li bağlamadan da fərqləndirək. Ola bilər ki, hardasa köməyinizə çatsın. Məsələn, qeyd edirəm ki, gecədən xeyli keçmiş dayandıq. Burada keçmiş fe'li bağlamadır. Deyə bilərsiniz ki, necə? Anda şəkilçisini qoyun. Gecədən xeyli keçəndə. Anda nəyin şəkilçisidir?
anda feili bağlamanın şəkilçisidir. Demək ki, burada miş nədir? Feili bağlamanın şəkilçisidir. Bax, bunu da bu formada. Yəni, onu anda ilə əvəz eləyə bilirəmsə, demək ki, feili bağlamanın şəkilçisi olacaq. Bir də siz indi ıb şəkilçisini də bəzən qarışdıra bilərsiniz. Belə ki, ıb şəkilçisi feili bağlamanın şəkilçisi ilə qarışdırılır. Ibdan sonra dır şəkilçisi qoya bildiksə, qoşa bildiksə, o zaman o zamandır. Qoşa bildiksə, o zamandır, yəni nəqli keçmiş zamandır. Qoya bilmədiksə, qoşa bilmədiksə, o zaman o feili bağlama olacaq. Məsələn, dostum bizə gəlib. Gəl sözün köküdür. İb nə olacaq? Təbii ki, zaman şəkilçisi. Zaman, yəni nəqli keçmiş zaman burada var. Nəyə görə? Çünki diri artıra bilirəm. Dostum bizə gəlibdir. Artıra bildimmi? Artıra bildim. Demək ki, ib burada nədir? Nəqli keçmiş zamandır. Bəs yaxşı, ib şəkilçisi feili bağlama kimi necə olar? O mənə baxıb getdi. O mənə baxıbdır, getdi deyə bilmirəm ki, xeyr, deyə bilmirəm. Amma feili bağlamanın başqa bir şəkilçisi ilə, yəni ıbı başqa bir şəkilçisi ilə əvəz eləyək. Məsələn, araq. O mənə baxaraq getdi. Bəli, əvəz eləyə bildim. Əvəz eləyə bildimsə, burada olur feili bağlama. Belə dəyərli izləyicilər, yəqin ki, nəqli keçmiş zaman şəkilçisini siz hissəcikdən fərqləndirə biləcəksiniz, eyni zamanda feilin digər zamanlarından fərqləndirə biləcəksiniz, isimdən fərqləndirə biləcəksiniz, feili bağlamadan fərqləndirə biləcəksiniz. Yəqin ki, gördünüz ki, nəqli keçmiş zaman şəkilçisini biz bir neçə nitq hissəsindən və bir neçə şəkilçidən fərqləndirdik. Biz nəqli keçmiş zamanı bir neçə şəkilçidən fərqləndirdik. Yəqin ki, bu video sizlərə faydalı oldu. Əgər video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı unutmayın. Ən əsası da kanalımıza abunə olmaqla da bizə dəstək ola bilərsiniz. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.